Mənim əziz şiə bacı qardaşlarım, Quşqobraya əziz Kurd əhli sünnət, əgər əhli məntiq deyilsiniz və ya در حالی ki dünyada olan dillə dehşədə cəhani Avropa məzlərin götürür, bizim böyüklərimiz bir fikri ümmət İslamidirlər. Bəli, əgər siz əhli buyursunuz ki, neçə yüzü dalıya qayıdıb və nijad pərəstliyi və təbliğ nijadı fikrindəsiniz, bu bərnaməyə baxmayın. Çünkü bu bərnamədə istirib bəzi vaqiyyətlər ki, iki bərnamə, yəni 28 İsfənd Novruz bərnaməsinin və 2 Fərvərdinin bir məzhəbi bərnaməsinə mərbutdur, vaqiyyətləri mətrəh eləyər ki, şayət bu vaqiyyətlər onlara acı gələr. Əziz müxatəblərimiz, müstəhzərsiz ki, 2 dənə ittifaq düşdü şəhərimizdə, biri bayramdan qabaq bir bağıstani məsələyə, biri də bayramdan sonra bir məzhəbi mövlüdür. Mühimtərin və əslitərin vaqiyyəti ki, gərək qəbl az hər nəmnə bilək, o da budur ki, 99% mərdum və həmşəriləri ki, bu 2 bərnamədə şirkət ediblər, bu əzizlər, bu tərcəmə, bu toprağa mütəqiddirlər, müsəlmandırlar, şəhid veriblər və paybənd bu nizamdırlar. Əvvələn bu mövlüdür. Amma niyə əlarəğmi təkidat əimmə möhtərəm cümə və əziz mamustalarımız bir teydad həmşəhrilərimiz oruçluğun hürmətini saxlamadırlar və bəzi əzizlərimiz də mərasim-i şəhadət Həzrəti Əli əleyhissalamdan sui-istifadə elədilər. O əzizlər ki, bu 2 bərnamə, yəni 28 İsfənd Novruz bərnaməsinin və 2 Fərvərdinin məzhəbi bərnaməsinin mütəvəllidə məsullarıdırlar. Sizlər niyə əlarəğmi bu 2 qabaqdan hər nəmnə kamilən müşəxəs və vazih idi fəraxanlar ki verilmişdilər, niyə heç bir tədbir və bərnamərizi bunların qabaqlarında yox idi? Niyə bu tədbiri və bir bərnaməliklə bahis oldu? Neçə nəfər fürsət tələb ki, hətta bunların bəziləri heç urmiyəni döyüdülər. Gəlib cavanlarımızı təhrik eləyər və bu bərnamələrdən sui-istifadə eləyərlər. Aya məsul, sizlər də ələrəmi bu iki hər nəmnə qabaqdan bəlli idi və müşəxəs idi. Niyə fəqət durub baxdınız və heç bir bərnamə və tədbiriz yox idi? Zimnən, əlarəmi bu iki nə tənha məmləkətimizdə, bəlkə xarici rəsanələr də bu ittifaqları puşuş verirlər və hər kəs öz mənafəsinə görə bunları münəkiz edir. Niyə fikir edirsiniz surət məsələni silməklə hər nəmnə düz görsənər? İttifaqən vaqiyyətləri qəbul eləməklə eləyə bilirik ayəndə də belənci bərnamələrin qabaqlarını alaq, iştibahlardan dərs alaq, ta təkrar eləməyək. Məndən yol fəzai məcazi və dərk əhəmiyyəti bu bəstər ki, mütəəssifانə düşmənlər və fürsət tələblər çox yaxşı fəzai məcazdan istifadə edirlər, bərxəlafı dostlarımız. Ehtimalən əziz əhli təsənnün asəqqəlləri təəccübə elə ki, nədir oldu birlikdə, məsələn, küt cəbanə, oruçluğun və əziz mamustaların hürmətdən saxlamadılar. Əzizlər fikir eləməyəz ki, məsələn, birlikdə qapı dolanıb, cavanlara deyiblər ki, məsələn, oruçluğa, mamustalara bir xiyal olun, filan gün gəlin, filan yeydət, mən məsələn, cəlman gedək. Yox. Mütəəssifanə bir-iki dənə kanal telqramı ki, mahiyyətləri kamilən müşəxəsdir. Nəhayət səy təlaşları elədilər ki, bu bərnamə ki, Novruz adındaydı, bunu bərgüzar eləyələr, öz balıqlarını tutalar. Məsələn, bir kanal ki, qəblə və feyri nümayəndələrimizə tohin edir. Ustandar möhtərəmə tohin edir. Əzizlər, o zaman ki, məmləkətdə müqavimət söhbət olur, bir müsahibə pəxş edir ki, onda deyirlər, zindəqanlıq və əqlaniyyət camiə İranda ölüb, tənha müqavimət ki, məsələn, feylə mənası var, müqavimətlər bərabər nabudluqdur. Görürsünüz ki, bu kanalın əslən İrana təəssübü yoxdur. Bərayın ki, lap mütməyin olasınız, baxın görün, aya bizim məmləkətin ətrafında xəlic var, ya məsələn xəlic ərəbi var. Hamı bilir də, bu cəli vajəni İranın müxalifləri istifadə edirlər. Bu kanal ki, İrana əslən təəlluqu yoxdur, yəni Novruz bayramının da bu kanala heç rəbti yoxdur. Yəni der kəmalı təəccüb görürük ki, çox tərin təhriki bu kanal elir ki, təhdə hər şəraiti cavanına gərək gələrlər. Əzma ustalar,
بعضی وقتlar bağışlayan ha fakat təzəkkür kafi deyil. Məsələn, lağəl indicə bu onlar ki gəliblər, bu şəraitdə işdən geçib də önlərini bu bərnaməni tutublar, lağəl şəhəri məsələn buyurun görün. Məsələn, bu toz torpaqda bu şəraiti mən daha məhrəm oruçluğun günündə bu neçə min nəfərin orucu düz olur. Ya əgər məsələn qəza və kəffarə verəcəklər, bir bəyaniyyə verin bunlara deyin də. Əlbəttə ki, bərnamə dövlümü fərvərdindən elə eyni 28 İsfəndə müşabih idi də. Bir iddə, az iddə, fəzai məcazdə cavanları təhrik elədilər ki, ay nə yazıbsız, gəlin kütlər məmləkəti aldılar filan filan. Və mütəəssifanə bir məzhəbi bərnamə və mərasimdən bətər sui-istifadə elədilər. Əzizlər sizə qurban olum, məsulini möhtərəm, yaz ayıq olsaydı xoş olmazdı. Əzizlər bərnamənin axirini istəyəm ay Şəhriyarı qədim üstündarımız ki, mən özümdə müntəqidiyəm. Ondan bu əxirən bir söhbət yerib bu ittifaqatın mövridində. Bunu qoyuram, inşallah diqqətli, mən xüsusən məsullarımız qulaq assın, gözəl vaqiyyətlər buyurub. Sizə qurban olum, یا علی. خیلی از مسئولینی که ما فکر میکنیم خیلی هم وابستگی شدیدی به نظام دارن، ولی متاسفانه اقداماتی که باید انجام میدادن ندادن یا انجام دادن خوب انجام ندادن، به حمایت از یک طرف بوده. اینها خودش باعث شده که شکاف‌های قومی و مذهبی در این استان بیشتر بشه. علیرغم همه این مسائل، کسایی که فعالیت‌های قومی متعصب دارن و بحث‌های تجزیه طلبی و بحث‌های قومیتی و پان را به هر حال پیگیری میکنن، من فکر میکنم زیر 5% جامعه دو قومیت باشن. ولی متاسفانه افکار عمومی و رسانه‌ای استان در دست همین زیر 5% قرار داره و به نوعی مسئولین محلی که فکر میکنن اگر در مقابل این گروه اقلیت ناچیز قرار بگیرن تخریب میشن یا زیر سوال قرار میدن، از خیلی از اقداماتی که باید انجام بدن متاسفانه خودداری میکنن و این باعث دریل شدن افرادی که به دنبال اختلاف و تجزیه و آسیب زدن به اون استان هستن